Salam olsun Azərbaycanın qeyrətli və mərd analarımıza, bacılarımıza, bəylərimizə. Allah hər birinizi var eləsin. Gözəl insanlar. Belə bir ailəmiz sosial şəbəkə üzərindən müraciət edib, heç kimi yoxdur. Bir nənəsidir, yaşlı nənə, bir də özüdür. İş qəzasında, hal-hazırda ayağını bir də yaxınlar zərbi toxusu göstər. Buyurun, müraciət velə. Ey mənim gözəl xalqım, Azərbaycan xalqım, mərd balalarım, istər qadın, istər kişi, hamımız bizim özümüzkülərdir. Mən heç nə istəmirəm, yəni ayağıma bir balaca yerə atmağa görə də, yəni 3 aydır bu vəziyyətdəyəm. Artıq 3 ay. Artıq 3 aydır, bəli. Yəni elə bir kimsəm yoxdur ki, yəni kiməsə müraciət edeyim və yaxud nəsə edeyim. Allah uşaqlarımızın canına can sağlığı versin. Yəni həmin adamın vasitəsilə, yəni bu uşaqlarımı da bura çağırmışam ki, yəni mənə biraz dəstək olsunlar ki, bəli, köməklik eləsinlər ki, mən bir balaca özümü idarə edeyim. Çünki qoca nənəmdə baxan yoxdur, yəni nə qədər bir insan 15 dənə adama ağız açsın, yəni gəl bunu belə elə. Qurban olaram sizə, yəni mən bir balaca dəstək istəyirəm, çox yox, yəni onun nə vacibi qədər, artıq heç nə istəmirəm. Oldu, gözəl insanlar, gəlin həm YouTube, həm TikTok vasitəsilə bir anamıza köməklik eləyə dəstək olaq.